Hər vaxtınız xeyir. Mən bugün sizə bir maraqlı mövzu barədə danışmaq istəyirəm. Bu Hippokrat andıdır. Yəni Hippokrat andı dedikdə hər bir həkim, hər bir tibb işçisi, hətta mən deyərdim əhalinin böyük kütləsi nəsə bir ülvi bir müqəddəs bir şey başa düşür. Amma Hippokrat andı barədə qəribə də olsa çox adamlarda dəqiq məlumat yoxdur. Hətta həkimlərin əksəriyyəti də bunu bilmir. Mən öz kolleqalarımdan soruşuram ki, bəzən Hippokrat andı nədir? Axı bu andın məqsədi nədir? Bu andın əsas mövzusu nədir? Nə demək istəyir? Yəni bu and nə demək istəyir? Çox təəssüf ki, dəqiq cavab verə bilmir. Mən bugün qısa videomda çalışacağım ki, bu barədə məlumat verəm. Biraz keçmişə ekskurs eləyək və biraz çalışacağım aydınlıq gətirəm. Ümumiyyətlə bu Hippokrat andı deyəndə hamının nəzərində belə bir sual yaranır ki, bu Hippokrat özü kimdir? Hippokratın həyatı barədə dəqiq informasiya yoxdur. Yəni o məlumdur ki, Yunan təbibi olub, bizim eradan əvvəl təxminən 460-300 il əvvəl yaşayıb və təbiblik edib. Yəni bizə gəlib çatan məlumatlara görə Hippokrat Hippokratın dövründə cəmiyyətdə cəhalət hökm sürürdü. İnsanlar xəstəlikləri yəni başqa cür yozurdular. Onlar hesab edirdilər ki, xəstəlik insana Allah tərəfindən göndərilmiş bir qəzəbdir. Yəni insan bu əzabı çəkməlidir. Müəyyən dini ayinlərdən istifadə edirdilər ki, xəstəlikləri sağaltmaqdan ötürü. Bilirsiniz ki, o vaxtı orada da o qədim Yunanistanda çox allahallıq var idi. Ona görə də insanlar demək olar ki, şəfa tapmırdılar. Hippokrat ilk olaraq yəni xəstəliklərə elmi yanaşma metodunu seçdi və insanlara sübut elədi ki, xəstəliklər dini ayinlərlə yox, xəstəliklər dərmanlarla, otlarla. O vaxtı özü ilk dəfə olaraq çətin bir dövr idi, çətin vaxt idi. Yəni otlardan müəyyən eliksirlər, müəyyən siroplar hazırlamaqla insanları sağaltmağa çalışırdı və buna da o vaxt öz dövrünə görə layiq oldu. Məlum oldu ki, yəni deyilənlərə görə o çox səyahət edib, çox ölkələri gəzib və o vaxt üçün 60-a yaxın elmi, yəni tibbi əsərlər yazıb. Sonralar o və onun köməkçiləri bunu birləşdirdilər və korpus adında bir məcmuə şəklində buraxdılar. Bax, indi bizə gəlib çatan Hippokrat haqqında o təlimlər, məlumatlar həmən o korpusdan götürülmələrdir. Bax, ona görə Hippokratı təbabətin atası adlandırırlar ki, ilk dəfə olaraq Hippokrat bunu tətbiq edib, yəni elmi. Deməli, Hippokrat öz dövründə müəyyən mütərəqqi insan idi və öz dövrünə görə çox cəsarətli, elmi onun deməli işləri olub, çox uğurlu xəstələri sağaltmaları olub. Onun deməli Hippokratın o bizə gəlib çatan məlumatlara görə mindən çox insana şəfa gətirib. Amma biz bugün ondan danışmaq istəmirəm. Yəni Hippokrat haqqında mən bu qısa məlumatı verdim. İndi keçək onun andına. Deməli, həkimlik elə bir sənətdir ki, insanlar həmişə həkimlik sənətinə müqəddəs bir iş kimi yanaşıblar. Və bu sənət insanların, həkim olan insanın əlində çox güclü bir silah var. Yəni o silahdan o necə deyim, yanlış istifadə eləməsin deyə insanlar həmişə fikirləşirlər ki, onun qabağında bir baryer olsun, bir mənəvi etik bir çərçivə olsun. Bax, Hippokrat ilk dəfə ona çalışdı və öz deməli
əsərlərində bunu yazdı. Yəni Hippokratın deməli andının prinsipləri var. Bizə gəlib çatan prinsipləri bir neçədir. Onu mən də həkim olan vaxtı o andı içmişdim və onların bəzilərini baxın mən sizə oxuyuram. Deməli ziyan vurma prinsipi. Yəni bu da bugün çox aktualdır. Xəstəyə yardım etmək. Deməli, xəstənin yanından ötüb keçmək olmaz. Yəni, ağır xəstəyə həkim yardım etməyə borcludur. Hippokrat bunu demək istəyib. Sonra həkim sirrinin qorunması var. Bu prinsip var. Deməli, evtanaziya və abortdan imtina. Düzdür, bu prinsipi indiki dövrdə öz aktuallığını itirir. Yəni, abort da var, evtanaziya da var. Sonra həkim sirrini saxlamaq, həkim sirrinin saxlanılması, bunu o vaxt Hippokrat öz əsərlərində qeyd eləmişdi. Hippokrat andında var. Xəstəyə qayğı göstərmək, müəllimləri, öz kolleqaları, tələbələri arasında olan öhdəlik, onların qarşısında həkimin özünə götürdüyü öhdəlik və onlara əməl eləmək. Demək olar ki, Hippokratın əsas prinsipləri budur. Amma indi dünyada həyat çox dəyişilib. Yəni Hippokratın, mən yenə də deyirəm, o bizim eradan əvvəl 300-400 il əvvəl yaşayıb. O vaxtı bizə gəlib çatan, deməli onun aydın məsələdir ki, bu andın mətni dəfələrlə dəyişilib. Bugünkü gündə əgər götürsək, dünyada müxtəlifdir. Yəni Amerika Birləşmiş Ştatları və Avropada deməli 2006-cı ildə mən burada qeyd eləmişdim. Səhv eləmirəmsə 2006-cı ildə qəbul olunub professional həkim kodeksi. Onlar ona and içirlər. Rusiya həkimləri deməli 99-cu ildə Dövlət Duması tərəfindən qəbul edilmiş Rus həkiminin andı var. Həkim andı, onu içirlər. İsrail həkimləri İsrail həkiminin andını içirlər. Çünki onların deməli dininə görə, yəni o Hippokratın andını belə ondan düz gəlmir. Çünki İsraildə bir Allahlılıqdır, onların Yahudi dininə görə. Amma o Hippokratın dövründə çox Allahlıq var idi. Yəni bütün bunlar bugünkü gündə aktualdır. Sadəcə olaraq Hippokrat andı bugünkü gündə yəni həkimlərə onu aşılayır ki, hər bir həkim əyninə xalat geyəndə, ağ xalatı geyinəndə məsuliyyət hiss eləsin və o qəbul etsin ki, onun deməli işi çox məsuliyyətli işdir və o özünə ilk növbədə vicdanı qarşısında məsuliyyət götürür və buna əməl eləsin. Yəni həkimlik sənətindən sui-istifadə eləməsin. Hal-hazırda deməli bunu da deyim, bütün dünyada bu qəbul olunmuş belə bir doktrina var. 1948-ci ildə 1948-ci ildə Cenevrədə deməli qəbul olunmuş doktrindir və mən bunun da bugünkü dünyada demək istəyirəm ki, bütün o tibbi bütün dünyada deməli tibbi öhdəliklər ona əsaslanır. Bu da tövsiyə xarakteri daşıyır. Yəni bu dünya tibbi assosiasiya tərəfindən qəbul olunur və onun əsas müddəalarını mən oxumaq istəyirəm. Mən təntənəli surətdə and içirəm ki, bütün ömrümü insana qulluq eləməyə yönəldəcəm. İnsanın sağlamlığı mənim həyatımda əsas rol olacaq. Mən bunu dəqiq oradan tərcümə olmuş variantını oxuyuram. Mən hər bir insanın şəxsi həyatına hörmət eləyəcəm, həkim sirrini verməyəcəm. Yəni bu tip deməli müddəalardır. 1948-də qəbul olunmuş və orada Hippokratın bəzi müddəaları yoxdur. Yəni evtanaziya, bir də o abortlar. Yəni mən bir şey də deyim ki, Hippokrat andı. Deməli bu insan, həkim cinayət məsuliyyəti daşımır. Bəzi insanlar mən özü başıma gəlib, mənə yaxınlaşıb xəstə deyir ki, siz Hippokrat andı içmisiniz. Mən koridorda dayanmışam, gözləyirəm. Yəni niyə məni qəbul eləmirsiniz? Hansı ki o koridorda 10 nəfər adam dayanır.
Yəni mən də ona deyirəm ki, Hippokrat andı o demək deyil ki, həkim öz həyatını təhlükəyə atsın. Həkim yəni insana necə deyim, düzgün olmayan diaqnoz qoysun. Həkimə də şərait yaradılmalıdır. İnsanlar da özünü normal aparmalıdır. Sən həkimin qapısını təpiklə açıb girməməlisən. Həkimi necə təhqir eləməməlisən. Tibb bacısını təhqir eləməməlisən. Yəni həkim ancaq normal şəraitdə fəaliyyət göstərə bilər. Həkim ekstremal şəraitdə heç vaxt fəaliyyət göstərə bilməz. Yəni mənim dediyim bu qədər Hippokrat andı haqqında mənə elə gəlir ki, bəs eləyər. Diqqətinizə görə təşəkkürümü bildirirəm.